Rus maliyyəsi 3 il əvvəl əl qoyulub və dondurulub. Amma Avropa hələ də onu müsadirə etmək üçün cəsarət tapa bilmir. Ən azı, Ukraynaya yardımı kompensasiya etmək üçün. Avropa çox qorxur və haqlı olaraq. Gəlin bu problemi hüquqi baxımdan nəzərdən keçirək. Rusiya ilə Avropa arasında çoxsaylı ticarət müqavilələri imzalanıb. Rəsmi olaraq müharibə yoxdur. Heç kim müharibə elan etməyib və birdən-birə Avropa Birliyi Rus maliyyəsini əlindən alır. Hüquqi sistem baxımından bu cinayətdir. Bu, başqalarının mülkiyyətinin toxunulmazlığı prinsiplərinin pozulmasıdır. Avropada pul və mülkiyyətə sahib olan müxtəlif ölkələrdən çox sayda investor və depozit sahibi başa düşəcək ki, onlara da eyni şəkildə münasibət göstərə bilərlər. Hüquqi əsas olmadan hər şeyin əlindən alınması, qaydalar və qanunların pozulması ilə, bəs təhlükəsizliyi ilə bağlı zəmanətlər olmadıqda, Avropaya pul yatırmağın mənası nədir? Əgər Avropa Rus maliyyətini əlindən alarsa, öz təməlini məhv edəcək.